Əsl Maqnoliya, həyatın səssiz dili ucsuz bucaqsız dağların ətəyindən əsrlərin izi ilə yazılmış Qızılgül adlı kiçik kənd yerləşirdi. Bu kənd, qədim adət-ənənələrin, tarixin və təbiətin möcüzələrinin bir-birinə qarışdığı, hər daşında minlərlə hekayənin, hər ağacında sirlərin izini daşıyan müqəddəs bir məkan idi. Kəndin dar küçələri, axan çayların səsi və hüzur dolu bağlarından insan ürəkləri sevinc və kədərin ahəngini bir araya gətirirdi. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə düşəndə, sanki yeni bir həyat, yeni ümid və dərindən yaşanmış xatirələr canlanırdı. Kəndin mərkəzində nəsillərin hikmətini özündə cəmləşdirən qədim mədrəsə binası var idi. Bu bina yalnız kitabların, şeirlərin və dastanların məkanı deyil, həm də insanların bir-birinə ürəkdən dəstək verdiyi, sevginin, mərhəməti və sarsılmaz inamı öyrəndikləri bir mərkəz idi. Əli bəy, kəndin ən hörmətli və sadiq ağsaqqalı, gənclərin və yaşlıların bir araya gəldiyi, həyatın mənasını müzakirə etdiyi bu məclislərdə daim səmimi sözlər söyləyər, hər kəsin qəlbində dərin izlər buraxırdı. Hər şeyin mərkəzində isə kəndin gözəl və incə ürəklisi Leyla dayanırdı. Leyla, gəncliyin parıltısının, əsl sevginin və mərhəmətin canlı təcəssümünü özündə cəmləşdirmişdi. O, hər səhər erkən oyanıb, evinin qabağında yerləşən kiçik bağından nənəsinin ona öyrətdiyi kimi, hər çiçəyin, hər yarpağın öz dilinin, öz hekayəsini eşidər, həyatın incə sirlərini qəlbinə həkk edərdi. Lakin bu kəndin ən maraqlı və simvolik hekayəsi, əsl Maqnoliya adlanan, qədim zamanlardan qalan bir ağacın ətrafında formalaşmışdı. Bu Maqnoliya ağacı, kəndin kənarından qocaman çəmənliklərin üzərində yerləşirdi. Onun nəcib, zərif budaqları, baharın ilk günlərində açan ağ-qırmızı və ağ rəngli çiçəkləri təkcə təbiətin gözəlliyini deyil, həm də insan ruhunun əbədi yenilənməsini, sevginin, inamın və mərhəmətin simvolunu təşkil edirdi. Kənd əhalisi arasında əsl Maqnoliyaya deyildiyi zaman yalnız bir çiçək deyil, həm də həyatın dərin və əsl mənasının, səmimi duyğuların, sevinclə kədərin, ümidlə acının təcəssümü başa düşülürdü. Bir payızdan qalan son isti günlərdə kəndin gənclərindən Arif, o Maqnoliya ağacının altında dayanan insanlardan biri idi. Arif, sakit və dərindən düşünən bir ürək sahibi idi. Onun gəncliyi həm təbiətin, həm də insan həyatının sirlərini kəşf etmək istəyinə, hər bir inci hissinə öyrənilməsinə bağlı idi. O, günəşin qızılı şüalarının yarpaqlar üzərində oynadığı o anlarda, ağacın kölgəsində oturub, keçmişin dərslərinin, gələcəyin ümidlərini düşünər, içindəki suallara cavab axtarardı. Arifin fikirlərində Maqnoliya ağacı sanki əbədi həyatın, təmiz sevginin və insan ruhunun ölümsüz simvoluna çevrilmişdi. Bir gün isti yay günlərinin sonuna yaxın kəndin meydanında böyük bir bayram təşkil edildi. Kənd əhalisi həm keçmişin gözəl xatirələrini yad etmək, həm də gələcəyin ümid dolu səhərlərinə inamla addım atmaq üçün bir araya gəlmişdi. Bayram meydanında Əli bəy və Hüseyn nəsillərin ənənələrinin köhnə dastanları oxuyub, həyatın mənasını izah edərkən, Leyla isə gözəl paltarında yüngül təbəssümü ilə hər kəsin ürəyinə işıq saçırdı. Bayramın şənliyinin ortasında Arif Maqnoliya ağacının yaxınlığında dayanıb, səmimi və dərin sözlərlə öz düşüncələrini ifadə etdi. Ey əziz dostlar, bu ağac yalnız təbiətin bir möcüzəsi deyil. O, hər birimizin qəlbində yatan, bəzən acı, bəzən şirin duyğuların, itkilərin və sevinclərin təcəssümüdür. Əsl Maqnoliya, həyatın nə qədər mürəkkəb və eyni zamanda gözəl olduğunu bizə göstərir. Biz bu ağacın kölgəsində keçmişin dərslərinin, bugünün sevincini və gələcəyin ümidini bir araya gətirərək əsl həyatın mənasını tapmaq üçün varıq. Arifin bu sözləri kəndin hər küncündə, hər eşidən ürəklərdə dərin iz buraxdı. İnsanlar o anı unudulmaz bir an kimi yadda saxlayaraq Maqnoliya ağacının ətrafında bir-birlərinə daha da yaxınlaşdılar. Leyla, Arifin gözlərinə baxaraq sanki onun içindəki sonsuz dərinliyi, həyatın əsl sirrini oxuduğunu hiss etdi. Onun gülümsəməsi həm də o Maqnoliya ağacının çiçəkləri kimi saf və parlaq idi. Kənddəki həyat sadəcə bayram və şənliklərlə bitmirdi, o, həm də gündəlik çətinliklər, quraqlıq və kədər dolu anlarla rənglənirdi. Bir neçə il əvvəl kəndi ağır quraqlıq vurmuşdu, axan çayların suları azalır, torpaq çatlayır, hər kəs keçmişin xoş günlərinin, bol məhsuldarlığın illərini xatırlayırdı. Amma o çətin dövrlərdə də Maqnoliya ağacı öz incə çiçəkləri ilə ümid verirdi. Kənd əhalisi bu ağacın varlığında həyatın hər çətinliyindən sonra yenidən doğulmanın, sevginin və inamın simvolunu görürdü. Əli bəy həmin quraqlıq dövründə kəndin mərkəzindəki qədim məclisdə əsl həyat mövzusunda uzun çıxışlar edərək hər kəsin ürəyinə sevgi və mərhəmət aşıladı.
O deyirdi, həyat, əzizlərim, yalnız xoşbəxt anlardan ibarət deyil. Hər acı, hər itki, bəzən göz yaşlarımızın, bəzən də qəlbimizdəki sükutun izidir. Amma biz bu acıların öhdəsindən sevgi və əzmkarlıqla gəlməli, hər bir çətin anın sonunda o əsl maqnoliyanın çiçəklənməsini gözləməliyik. Bu sözlər Hüseynin, Leylanın və Arifin qəlbində dərin iz buraxdı. Onlar o an maqnoliya ağacına baxarkən həyatın əsl mənasını, sevgi ilə kədərin, ümid ilə acının necə bir-birinə qarışdığını, hər şeyin təbiətin dövranında necə təzələndiyini hiss edirdilər. Hüseyn gənclərə həyatın sirlərini izah edərkən hər çətinlikdən sonra gələn o parlaqlıq, hər kədərin ardından açan o ümid dolu çiçək, bu əsl həyatın və maqnoliyanın izidir, deyərək sözün gücünü nümayiş etdirirdi. Günlər keçdikcə quraqlıq yavaş-yavaş torpağı buraxmağa başladı və kənddə yenidən bərəkət hökm sürməyə başladı. Axan çaylar öz sularını tapdı, torpaq yenidən yaşıl rəngə büründü və maqnoliya ağacı hər bahar öz zərif çiçəkləri ilə bütün kəndi bəzəməyə davam etdi. Hər dəfə o ağacın altında toplanan kənd əhalisi keçmişin acı dərslərinin, bugünün sevincini və gələcəyin ümidini paylaşır, bir-birinin gözlərində o əbədi işığı görürdülər. Leyla və Arif arasındakı sevgi də o maqnoliyanın incə çiçəkləri kimi hər gün biraz daha dərinləşdi. Onlar kəndin dar küçələrində əl-ələ gəzərkən həm keçmişin zəngin tarixini, həm də gələcəyin açıq ümidini müzakirə edirdilər. Leyla Arifə deyirdi, görürsənmi, bu ağac yalnız təbiətin möcüzəsi deyil. O, bizim hər ikimizin içindəki gücü, əzmkarlığı və yenidən doğulmağı simvolizə edir. Həyatımızda nə qədər çətinlik olsa da, o maqnoliyanın çiçəklərini gördükcə qəlbimdəki ümid yenidən alovlanır. Arif isə sakitcə cavab verirdi, əzizim, hər birimiz həyatın bütün rənglərini, həm acı, həm şirin, öz içimizdə yaşadırıq. Bu ağacın altında keçirdiyimiz hər an bizim əsl həyatımızın, sevgi və inamın bir parçasıdır. O, bizə öyrədir ki, hər itki, hər qəlb kədəri yeni bir başlanğıcın zəminidir. Kəndin sakinləri hər il maqnoliya ağacının ətrafında keçirilən bayramlarla bu dərin mənaları yad edir, nəsillərə sevgi, mərhəmət və əsl həyatın izlərini öyrədirdilər. Bayram günlərində ulduzlarla bəzənmiş gecələrdən insanlar o ağacın kölgəsində toplanaraq keçmişin dərslərinin, bugünün sevinclərini və gələcəyin ümid dolu arzularını bir araya gətirirdilər. Beləliklə, Qızılgül kəndi, əsl maqnoliya ağacının səmimi kölgəsində hər kəsin qəlbində əbədi bir iz buraxdı. Bu ağac yalnız təbiətin incə gözəlliyini deyil, həm də insan ruhunun dərinliyində yatan sevgi ilə kədərin, ümid ilə acının necə birləşdiyini simvolizə edirdi. İnsanlar o ağacın altında keçirdikləri hər anın öz həyatlarının ən dərin nağılının bir parçası kimi xatırlayır, hər çətinlikdən sonra yenidən doğulmağın, sevginin və mərhəmətin gücünə inanırdılar. Bu hekayə Tolstoyun romanlarındakı kimi geniş ürəklə hər anı dərin düşüncələrə, təbiətin və insanın sarsılmaz dəyərlərinə həsr etmiş, əsl həyatın nə demək olduğunun, acı ilə şirinin, kədər ilə sevincin necə əbədi bir dövran halına gəldiyini bizə göstərirdi. Hər kəs əsl maqnoliyanın kölgəsində həyatın bütün rənglərini, hər bir duyğunun incə toxunuşunu hiss edir, öz talelərində əbədi sevgi və inamın izlərini axtarırdı. Beləliklə, kəndin dar küçələri, qədim evləri, axan çayları və o incə maqnoliya ağacı hər kəs üçün əsl həyatın, səmimi sevginin və mərhəmətin canlı simvoluna çevrildi. Hər keçən gün, hər açan çiçək, hər axan su damlası insanlara öyrədirdi ki, həyat nə qədər çətin olsa da, içimizdəki əbədi işıq, sevgi, mərhəmət və ümid hər zaman qaranlığa qarşı parıldayır. Bu nağıl nəsildən nəsilə ötürülən, hər kəsin qəlbində əbədi iz buraxan, əsl həyatın iz düşümü kimi yadda qaldı. Kəndin hər sakinin əsl maqnoliyanın kölgəsində həyatın hər çətinliyindən sonra yenidən doğulmağın, sevginin və inamın nə qədər qiymətli olduğunu hiss edərək, gələcəyin ümid dolu səhərlərinə inamla addım atdı. Beləliklə, Qızılgül kəndi və o möhtəşəm maqnoliya ağacı yalnız bir təbiət möcüzəsi olmaqdan çıxaraq, insanın öz içindəki əsl həyatın, sevginin və mərhəmətin simvoluna çevrildi. Hər kəs bu ağacın altında keçirdiyi hər anı həyatda ən dərin dəyərlərin, ən səmimi duyğuların və əbədi ümidin şahidi kimi yadda saxladı. Əsl maqnoliya o gün və bundan sonra da hər kəsin qəlbində ömür boyu yaşayan bir işıq kimi parıldadı və bu işıq insanlara həyatın həqiqətini, sevginin gücünü və mərhəmətin əbədi izlərini hər zaman xatırlatdı.